İndi isə gəlin baxaq bu 18-ci sualımıza və 18-i yazdıqdan sonra 21 ilə 18-in fərqini araşdıracağıq. Bunu həll etmək üçün nə edirəm? Əvvəlcə baxıram ki, görəm mən bunu əgər birdən bu kəsiri sol tərəfə gətirsəm, görərəm ki, bunun çıxma olacaq. Yəni çıxma olduğu üçün də mən bunun üçün görə ortaq məxrəc eləyim və ortaq məxrəc eləmək də mənim üçün çətin olacaq. Diqqətsizlik səhvi ola bilər, imtahanda ya düşdə əgər imtahan stresi ola bilər. Yəni bu səbəbdən mən bunun üçün daha əlverişli bir üsul axtarmalıyam. Məsələn, indi mən belə bir kəsir deyək də, yaza bilərəm ki, A bölünsün B bərabərdir N bölünsün N. Mən bu kəsirimi B bölünsün A bərabərdir N bölünsün M şəklində yaza bilərəm. Zaten eyni şeydir. Niyə? Əgər açıb baxsaq, AN bərabərdir BM olacaqdır. Bunu da yenə açıb baxsaq, BM bərabərdir AN olacaq. Yəni eyni şeydir bunlar. Ona görə mənim burada bunun sürətlə məxrəcin yerini dəyişdirsəm, deməli bu kəsirin sürət və məxrəcin yerini dəyişdirməliyəm. Ona görə olacaq ki, beləncə 7-ni məxrəcdə yazıram. 3x üzərinə gəlinsin 6, 4x çıxılsın 5 bərabərdir. Yenə eyni şəkildə 5 sürətdə məxrəcdə yazıram. X üzərinə gəlinsin 2, 4x üzərinə gəlinsin 3 şəklində olacaqdır. Gəlin indi bunun hər tərəfini 35-ə vuraq. Bunu da 35-ə vururam. 35 ilə 7 ixtisar edəcək, burada qalacaq 5. 5 vurulsun 3x üzərinə gəlinsin 6, 4x çıxılsın 5 şəklində. Bərabərdir. Burada ixtisarlar getsə, burada qalacaq 7. 7-ni mən əvvəldə yaza bilərəm də. X üzərinə gəlinsin 2, 4x üzərinə gəlinsin 3 şəklində. Mən buradan görürəm ki, elə bir şey, indi mən burada elə bir addım atmalıyam ki, bunların hər birində ortaq bir addım olsun və mənə 2 dənə ifadə qalsın. Mən o ifadələri bir-birinə bərabərləşdirə bilim. Burada görürəm ki, mən buradan 3-ü çıxartsam x plus 2 qalar. Aha, deməli burada x plus 2 varsa, burada da x plus 2 var da. Bunları mən bir-birindən silə bilərəm. O zaman yazacağam ki, 5 vurulsun 3, burada x üzərinə gəlinsin 2 qalacaq. Burada isə 4x çıx 5 bərabərdir. 7 vurulsun x üzərinə gəlinsin 2 və 4x üzərinə gəlinsin 3 qalacaq. Bu elədir ki, bu yəni 15, bu ifadəmin cavabı 15-dir. 15-i x-ə vuranda 15x üzərinə gəlinsin 30. Ay, üzr istəyirəm, bunu vurmurduq. Axı silirdik biz bunları ki, rahat bir ifadə alaq. Bu 15 vurulsun 4x çıx 5 bərabərdir. 7 vurulsun 4x üzərinə gəlinsin 3 şəklində yazacağam. İndi yazırıq. 15-i 4x-ə vuranda olur 60x. Çıxılsın 75. Bunda olur 28x. Üzərinə gəlinsin 21. Deməli 60-dan 28 çıxanda 32x bərabərdir. 21-in üstə də 71 gələndə eləyir 96. X də bərabərdir, mənə 3 verir. Cavabım oldu 3. İndi baxaq ki, bu 2 dənə misal arasındakı fərq nədir? Niyə yəni burada 2 dənə iş apardım, amma burada bir dənə iş apardım? Çünki burada mənim məxrəcim adi ədəd idi, ifadə deyildi. Mənim dəyişənim bunun məxrəcində deyildi. Ona görə mən istədiyim kimi bunun hər tərəfini istədiyim bir ədədə vura bilərəm. Amma burada vura bilmədiyimə görə sürət və məxrəcin yerini dəyişdik.